Herkese salam, kanalıma ve yeni bir vloguma xoş gəlmisiniz. Ömərin şirin, şəkər, gözəl xalaları, nənələri hamınızı salamlayıram. Keçən vlog dediniz ki, Ömər göstər, Ömər danışanda kəsmə. Mən də həmişə kəsirəm. At! 3. 3 nədir? 3 bana. Yaxşı. Onun sifətinə baxın siz Allah. Hə, siz dediniz ki, davay say. 1, 2, 3, 5. yox 1, 2, 3, let's go. 3 gol. Hazırsan? 3, 5, 3, 5. Biz 1, 2, 3, 5, 4 yoxdur bizdə. Hə, xalalar dediniz ki, kəsmə videonu. Mən də düşünürdüm ki, gezərsiniz də, yorularsınız. Ona görə o qədər sual verir ki, deyirəm, yorularsınız, kəsirəm videolarda. Dediniz ki, tezləşdir, mən kəsmə. Mən dedim, bir açılışı Ömərlə eləyim. Vermem. Ömər danışmağa başlayıb, şirin-şirin danışır ona görə. Ehtiyatlı ol. Təzə oyun icad eləmişik. Stolda belə sürürük maşınlarımızı. Bir də o gün babası Ömər aparmışdı axı sürətli maşınların oyununa, Formula 1-ə. Orada görüb və yadında saxlayıb. Ona görə düş özün götür indi. Düş özün götür. Hə, ona görə Yok, konuşuda. çətin oldu. Al. Ona görə dönənləri babasına zəng edib görüntülü deyir ki, baba bax, sürətli maşındır deyir. Yəni ki, mənim yadımdadır da, o maşınların bənzədiyini bilir. Ona bax, neyir? Stolun üstə çıxmaq olar mı? Amma aləmdə hər şey olar. Hə, otur, otur. Demək, maşını götürmək üçün yerdən, oradan gəlib, mənim qucağıma çıxıb, bura düşüb, dəhşət də. Yəni, sən o tərəfdən gələ bilməzdin, Ömər. Hə? Baxın. Atlanırsan. Hoppanırsan. Paltolarımı çıxarmışam qızlar ipdən. İndi bunları yer-bir eləyəcəm. Bu da yoldaşın köynəyidir. Beznəmiydim. Axşamdan çıxartdım, qoydum ora ki, biraz otaq temperaturu olsun da. Belə, indi Allah hamısını ütülüb yerləşdirəcəm. Amma sizə çəkməyəcəm, yorucu olmasın deyə. Hər dəfə ütü. Demək olar ki, bir günə bir, 2 günə bir ütü çıxır da ortalığa. Belə. Onu nasıl geldi? Ay, maşın gəldi. Sən maşındır. Ömər, kanalımızdakı bəbələrə salam deyin. Bəbələr salam. De. Deyən bəbələr salam. Ömər deyir kanal nədir? Bu nə danışır? Sür. Deyən xalalar salam. Vay, vay, vay. Backwood. Amazon meşəsindən çıxıb mənim oğlum. Allahu Ekber. Davay, gətir ver. Ay bala. Ömər. Всё, getdi. Aldı pasını. Hə, orada bacı çıxıb şkafın üstünə, başı dəyib divara. Olmaz axı ora çıxmaq, hə Ömər? Ömər, olar ana getsin yemək pişirsin? Olar? Ola. Sağ ol, çox sağ ol. Məni sevirsən? Çok sağ ol. Sən sağ ol. Məni sevirsən? Seni seversen. Səni sevirsən, sevirəm demək istəyir. Aha, nə boyda sevirsən ananı? 5. 3 dəfə 5 dəfə? 3 dəfə 5 dəfə azdı axı Ömər. Ömər, əllərlə göstər nə boyda sevirsən ananı? Baxım. Allah, nə gözəl oğlandı. O da mən gedirəm yemək pişirməyə Ömərə. Hə? Səslərə bax. Amazon meşəsindən çıxıb fikir verim. Təzad qoymuşam. Ay Allah. Aha, aha, ay. Yaxşı, sən oyunu ana gitsin işlərini görsün. Yaxşı? Üstüme. Yaxşı, getdik qızlar işlərimizi görməyə. Qızlar, mərci şorbası pişirəcəm. Çıxartmışam mərcindən, bir stəkan əlavə eləyəcəm. Bu dəfə sırf türklərin pişirdiyi kimi eləyəcəm. Nə bilim, kartof, ondan sonra kök başı Ömər xoşlamır supda axır vaxtlar. Baxıram ki, kökü əlavə edirəm, yemir. O supu yemir yaxşı. Ona görə bu dəfə əlavə eləməyəcəm.
Belə. Həm də belə də yoldaşım da xoşlayır. İndi sonda göstərəcəm necə eləyəcəm. Qəşəng bu qızarsın. Kərə əlavə elədim. Çünki Ömər də bu supdan yeyəcək. Bir də bulyonda eləyəcəm. Qəşəng kənd çolpasının bulyonu var məndə. Onu əlavə eləyəcəm. Soğanla biraz qovrulsun. Su əlavə eləyəcəm. Su deyəndəki bulyonu əlavə eləyəcəm. Belə. Qızlar, qəşəng pəmbə duzdan da əlavə elədim. Biraz istansın. Suxum pişənə qədər suxu birinci qutarım ki, Öməri yedirdim. Burada istansın qəşəng tuzlu suda. Bir dolu təpələmə xörək qaşığı və kərə yağı əlavə elədim. Qəşəng bunu qarışdırırsınız, topa qalmasın. Baxın, türklər əslində belə hazırlayır bunu. Bu arada tomatı soğanı qovranda da vura bilərsiniz. Mən unutdum, danışa-danışa video çəkirdim deyə danışa-danışa unutdum. İndi bunu qovurum biraz, tomatı da əlavə edəcəm. Ondan sonra inşallah nanə də əlavə edəcəm, qəşəng. Və biraz bulyon əlavə edəcəm bura. Qovrulacaq. Sonra qarışımı əlavə edib blenderdən keçirəcəm. Ömər. Qızlar, baxın nə qəşəng. Super, hazırlayın bir dəfə belə. Çox qəşəng çıxır. Gəldi görünümün əfəndisi. Hə, sən üçün pişirmişəm. Nə edirsən Ömər? Süt. Süt deyil o, düyüdür. Ağ nə görə deyir süt? Düyüdür, düyü. Bu nədir? Nə qəşəngdir. Orada xoşun gəldi. Sən sevirsən də, şorba sevirsən sən, maşallah sənə. Maşallah. Hə. İstidir axı. İstidir axı, istidir. İndi su var. Hə, istidir xalalar. İndi Ömər içəcək bu qaşığı götürək. Belə seçin. Hə, ürəyim, ürəyim. Qəşəng Öməşqaya yemək. Ömər əl vurma, istidir ona qurban deyəm. Qızlar super alındı, qəşəng. İndi Öməri yedirdim. Bu duzdur, duz. Nədir bu? Pəmbə, Pəmbə. duz. Vitaminlər var içində. Yalanla bəbə kimi. Bəbə deyirsən axsan. Davay, biz yemək yeyək xalalar. Əl vurma olmaz, duz əl vurma olmaz. Əllərin yanar. Qəşəng yedizdirim Öməri. Gəlim düyümü süzüm, konfetimi hazırlayayım. Mızmız çox olana baxmayın, fikir verməyin xalalar. Hə, nə? Nə yiyəcəksən sən bunu? Hə. Nə? Eləmə, töküləcək, eləmə. Bunu yeməyə tökülə, bu oyun üçün deyil. Yaxşı? Yaxşı, gittik yeməyə. Gəldim, Ömərin yeməğini verdim. Burada düyü üçün qoydum su. Aşı bir dənə süzüm. Özümə biraz azca belə supdan çəkdim, dedim mən də atışdırım. Nəfsim çəkdi, Ömər yedi deyə qəşəng. Maşallah olsun, yedi, qız da xoşuna gəldi. Baxın, belə özümə də biraz çəkdim. Bilsəydim belə bəyənəcək, biraz böyük qazanda elədim, amma olsun, svej qoyulsun. Zaten çox vaxt belə balaca qazanda supları pişirirəm ki, yəni bir gün patolog növbəti gün günorta bitsin ki, yenisini pişirim. Belə, bu da mənim yeməyim. Bir dənə bunu yiyeyim qızlar. Düyünü süzüm, qəşəng. Sonra ətlərin işinə keçəcəm. Belə. Başladım. Suyun belə pəmbə olmağına baxmayın. O Himalay qaya duzuna görədir, belə rəngi. Qəşəng düyünü əlavə elədim, islanmışdı. Burada da soğanları doğrayacağım indi. Hələ xırda-xırda idi soğanlarım, ona görə biraz çox götürmüşəm. Belə, indi biraz da hələ təmizləyəcəm, bu azdır. Əridilmiş kərə yağı da əlavə eləmişəm. Bir də belə parça-parça da əlavə elədim. Mən belə dəliklər açıram düyünün içində, qəşəng. İndi bunun üstünü bağlayacağım ki, qəşəng dəm alsın. Çəkin tuzu əlavə elədim. Qəşəng qoyulur. Sizi bilmirəm. Mən elə soyuğu belə əlavə edirəm. Çünki zaten bu broilerdir
Və bunu qaynatmağa eləməyə o ət qaradakı kimi ehtiyac yoxdur. Ona görə evdə əlavə edirəm həmişə. Amma sizə deyim ki, kənd çorbası olanda onu mütləq qaynadıram biraz. Nəyə görə qaynadıram? Çünki pişmir də, geç pişir ona görə. Buna belə qoyacağım qızarsın. Sümüklü ətlərdən də qoydum ki, sümüklü hissələrindən evdəkilər xoşlayır. Ömərimin kotletləri burada pişir. Günə hardasa 2 top belə kotlet verirəm ona. Düzdür, hər dəfə olmur. Ara sıra fasilədə verirəm, süt verirəm, başqa yeməklər verirəm. Amma çalışıram ki, gündəlik, hal-hazırda olar, gündəlik 2 dənə belə ət yeməlidirlər. Ya şorbada ət qatıram, ya belə. İndi neçə gün sütdə ət yeyirdi. İndi bir də kotlet edeyim belə. Bu 3 gün ona bəs eləyir. Günə belə 2 dənə. Bəzən olur 1 dənə yeyir günə belə. Görəcəm bunlar xazinka. Əlavə də ət qaldı. Onlarda da indi göstərəcəm. Belə köftəciklər elədim. Qoydum buzluğa. İndi biraz özüm tutsun. Qoyacam pingvinlərə. Burada da qazın halına fikir vermin bu arada. Yağ oldu, elə var. Mən bir dəfəlik belə yeməyi pişirəndə mənə rahat olur qızlar. Belə qəşəng ət burada pişir. Bu qoyunlara fikir vermin. Bunu mən xoşlayıram. Qurtlanıram bunlarla. Belə. Özümüzlükdə, özümüz üçün pişirəm. Onları buna görə atdım. Xoşlayıram mən onları yeməyi. Belə. Bu qəşəng ət qızardı. Soğançanı da indi əlavə edəcəm üstünə. Belə. Yayım. Qəşəng gəlirəm. Soğançanımız. Bunu da əlavə elədim. İndi biraz orada ərik var. Onlardan da istəyirəm əlavə edim. Bunun içinə xoşlayırıq biz. Qızlar, gördüyünüz kimi hər yerdədir. Dedim başlayayım təmizliyə. Bu arada ilk öncə onu demək istəyirəm ki, kanalıma yeni gələn izləyicilər və yaxud çoxdan izləyən izləyicilər lütfən abunə ol sözün yanında zil butonu var. Onu basın ki, məndən gələn videolar həmən sizə bildiriş gəlsin. Mən baxıram statistikamda, orada göstərir ki, 34% izləyici, sadəcə 34% izləyici o bildirişi açıb. Abunə ol sözün yanında kənarda bir zil işarəsi var. Onu bassanız bildiriş açılacaq və bu mənim üçün çox vacibdir. Çünki anında videom gələn kimi uzaqbaşı həmən o ilk 2 gün ərzində mənim videoma gələn o baxış mənim üçün çox önəmlidir. Əsas statistika odur çünki. Ondan sonra istəyir 10.000 izlənirsin, heç bir faydası yoxdur. Ona görə lütfən rica edirəm o hissəni bir yoxlayasınız. Abunə ol sözün yanındakı zil işarəsi. Əgər oraya toxunmamışsa sadəcə bir toxunmanız mənə yetərlidir. Öncədən hər birinizə təşəkkür edirəm. Və bu arada onu da deyim ki, keçən səfər mənim daimi izləyicim, səhv etməmsə Baxçam belə bir akkauntdan yazan bir bacımızdır. Həmişə yazır mənə. Öz fikirlərini bildirir. Digər mən daimi izləyən izləyicilərim kimi. Bu mənim üçün həqiqətən çox vacibdir. Sizin fikirlərinizdən mən də ortaya bir şeylər çıxardıram. Çünki kənardan insanı izləyirlər. Nə xoşlarına gəlir, nə gəlmir. Sizin fikrinizcə nəyə düz və yanlış eləyirəm. Bunları deyəndə daha da mənə yəni ki, rahat olur. Çünki insan öz-özünü kənardan görə bilmir. Və həmin izləyicimiz dedi ki, mən çox pis oluram, sizin videolarınız çox da izlənilmir həqiqətən. Çünki anında açmırlar deyə bildirişi. Bu belə olur. Çox təəssüf hissi keçirdirəm. Həqiqətən vloqlarımın üstündə çox çalışıram. Çalışıram ki, boş-boş söhbət eləməyim, boş-boş kameranı qoymura. Sizlə elə belə oturub da danışa bilərəm. İnanın, o qədər mövzular var ki, oturub prosto kameranı qoyub sizlə danışıb vlog eləyərəm. Amma mən bunu eləmirəm və yaxud da lazımsız. Bir dəqiqə görürük də elə səhifələr var ki, şit-şit hərəkətlər eləyirlər yoldaşları ilə, uşaqları ilə. Bu şeylərdən qabağa gedirlər, amma mən o səviyyənin adamı deyiləm də, belə deyim. Təkəbbür kimi çıxmasın, amma bu yəni belədir. Və o izləyicinin fikri mənim üçün çox önəmli oldu. Yəni çox sağ olsun fikrinə görə ki, dedi bəlkə yoxam axşam yox səhər paylaşasınız. Normalda əslində mən bundan öncəki illər axşam saat 9-10 radələrində paylaşanda mənim videoma çox yaxşı baxış gəlirdi. Bilmirəm son bu 1 il ərzində niyə belədir. Onu deyim ki, xanım yazdı ki, səhər saat belə də cəmaət, yəni uşaq falan yola salandan sonra boş bekarçılıq olur. Hər kəs yola salandan sonra rahat oturub baxa bilərik, izləyə bilərik rahatçılıqla. Dedim, nədən olmasın, qoy bir dəfə də belə prova eləyim. Ondan öncəki zamanlarda dəfələrlə olub səhər qoymuşam vlog, amma izlənilməyib. Amma görürəm ki, hal-hazırda bu izlədiyiniz vlogdan öncəki vlog
daha yaxşı görüntüləmə gəlir və mən o izləyicinin dediyini etdim. İnşallah bu vloqu da səhər saat 09:10-da izləmiş olacaqsınız. Özüm 09:10-a qoyuram. Çünki elə vaxtdır ki, tam olaraq hər kəs yola salsınlar. Bəzi valideynlər uşaqlarını aparır məktəbə və evə gələnə qədər vaxt gedir. Tam evə girib işlərini görə hər kəs izləsin vloqumu istəyirəm. Belə ümid edirəm ki, həqiqətən bu taktika bir işə yarayar və çox insan qarşısına çıxar. Ən azından zəhmətim hədər getməz. Yenə də hər kəsə təşəkkür edirəm. Həm fikir bildirən, həm də izləyən bütün xanımlara çox minnətdaram. Burada gördüyünüz kimi keçən səfər vlogda göstərmişdim. Xadinkın içində bomba lövə düşmüşdü. Oranı təmizləmişdim, amma üstünü silə bilməmişdim. Çünki vaxt qalmadı, artıq axşam oldu və mən çalışdığım qədər axşam çox iş görməməyə çalışıram. Çünki sadəcə 1 saat falan, yəni rahat oluram da, uşaqla tam belə uşaqla vaxt keçirdi və onu yatırtmağa çalışıram. O da yatandan sonra ümumiyyətlə evdə səs-küy, işıq yandırma falan olmur. Elə mən də yatıram ki, səhər sübh vaxtı durmalıyam çünki. Belə gördüyünüz kimi qəşəng soyuducunun növbəti gündə hal-hazırda mən sildim üstünü də. Pəncərə önləri hər gün silinir. Bilmirəm siz necəsiniz. Həqiqətən hər gün silinir və hər gündə yüngül də olsa toz olur. Belə. Burada da Ömərə bayaq qoyduğum kotletlərdir. Biraz qaldı ətdən. Onu da belə tutdum. Biraz buzluğa qoydum ki, özünü tutsun. Tutdu və indi bunlar pinqvinə yerləşdirəm. Əlimin altında nə vaxt desəm, yəni qızartmağa var. Dolabımı istəyirdim təmizləyim. Burada aşağıda kartof soğanı gizlədirəm həmişə. İndi başqa bir yeri yoxdur da kartof soğanı qoymağa. Ona görə burada belə gizlədirəm. Amma nəsə fikirləşməliyəm. Çünki bu dolabımda çox yer tutur kartof soğan. Bir dənə də gedim bez yuyum gəlim. İstəyirəm bu şkafı bir dənə sərgiyə salım. Qızlar, Baxmadım. bax. Buranı da sildim. Dolabın üstünü də sildim, içini də sildim. Qəşəng. Sən Ömər. Gözlə bir dənə göstərim xalalara. Baxın, belə sərgiyə salmağa çalışdım. Burada indi yeməklər var qazanda deyə bura belə boş görünür. Bunlar hamısı dolacaq. Yemək olmayanda. Anne yoxdur. 3-4 dənə qazanım zahiddir. Bəli. Anne yoxdur. Ömər də çəkeyim, yaxşını çəkirəm. Burada belə soğanı qoydum. Bunları götürəcəm, çöldə mənə lazım olacaq. Onları götürəndə bunu oraya yerləşdirəcəm. Bunlar da burada qalacaq. Başa düşdünüz necə? Belə artıq bir şey vardı, onları götürdüm. Biraz qatma qarışıqlıq var idi. Sərgiyə saldım buranı da. İndi gələk bu dolabın üstünə. Qızlar, bu nədir? Dolab sərgəlidir. Burada belə bir şey yoxdur. Elə yüngülvari sildim. Bu da şeylərdir, işıq şeylərdir. Bunları götürəcək yoldaşım dedi, qoy qalsın, hələ orada götürəcəm. Belə. Buranı sərgiyə salaq. Üstünü silək bir dənə. Bankalar falan çıxdı. Bunları da həyətə aparacağım. Çaynikimi də yuyacağım. Süfrəni də atacağım yumağa. Bir də bunu yuyacağım. Bir də keçən vlog bir bacım yazıb ki, bəs kek pişirəcəkdi, sadə kek. Kimə ümumiyyətcə nə söz vermişəmsə, pişirib vlog çəkməyə mütləq ki, pişirəcəm əziz bacılar. Heç narahat olmayın. Sadəcə evdə son günlər yoldaşım o qədər şirniyyat alıb ki, gözləyirəm onlar bitsin, sonra yenidən pişirməyə başlayaq birlikdə. Ümumiyyətcə kim nə deyibsə pişirmək, hamısını qeyd etmişəm, yadımdadır. Burada belə səliqəli oldu. O dolablarda sildim. Daha onları çəkmədim qızlar. Nəyə görə? Çünki yaxşı deyil də. Mən belə qalxıram, eləyirəm. Çəkməyim yaxşı deyil. Ona görə elə buraları sizə çəkdim. Düşünürəm bu kifayət edir. Bəli oğlum. Hara gedir həyatım? Hara gedir həyatım? Səni verən Allaha qurban olum mən. Bəli, bəli. Hayır, axşam olacaq. Nə istəyirsən həyatım? Götür. İşığı niyə hamısını yandırmırsan ki? Sən yarısını niyə yandırmırsan? Gözlə. Oy. Oy. Hara gedirsən? Nəyə baxmağa? Aha, nəsə ona maraqlı gəldi mən. İş görürdüm. Aha, hə, bura baxmaq istəyirsən. Aa, reviziyaya gəlib.
Xalala revizordur mənim oğlum. Aha, qalx bax. Kömək. Özünə baxmaq istəyirsən? Yaxşı, qalx bax. Qalx. Mama bu Bəli. ne baba? Qənd. Bakın. Ömür artıq televizorda pultu falan dəyişə bilirdi ya. Buyurun. Bu qədər səs verir ki, televizora dəhşətlə baş beynim getdi. Hə, Onu yemek içinde. yox, yemək üçün deyil. Qənd. Yaxşı deyil, ziyandır bizə. Bunu tuz Ata səhvən qəndi alıb. Qənd bizə ziyandır. tutuyor. İsti su gəlir, düzdür. Samavardır o. Ateşin üstü var. Aha, ata bizə samavarda çay dəmləyirdi də yayda. Biraz havalar yaxşı olana yine dəmləyir. Yaxşı? Hı. O suçudadı. Hı. Öyle. Təzdən sürüş. Hı. Düz deyəm. Oyna. Kızlar, mən də buraların son vəziyyətini sərgiyə salıram. Dolaplardan çıxartdım artıq şeyləri. Çıxartdım, gəldim. Daha belə danışımda Ömər başına imkan vermir. Siz deyirsiniz ki, çəkin. Ömər orada dayansa da, kamera tutsa da çəkin. Mən də çəkirəm. Siz göz qulaq olarsınız da Ömərə da. Ömər. Bilirəm ki, biz xanımların həqiqətən işi bitmir. Ta yatana qədər da iş bitmir. Uyuyordur. İndi bak gök kimi elədim, indi inşallah bizdən yemək yiyəndə uçacaq yeməkdə. Amma olsun, neyinirik, şükür edirik. Hər anımıza, hər saniyəyə şükür edirik. Elhamdülillah bugünə. Çünki bunu yaşayabilmeyen insanlar da var. Onların da bu da sınavıdır. Allah imtihanımızı ağır eləməsin. Allah bağışlasın bizim günahlarımızı. Bizler her gün Rabbinizden bağışlanmaq dileyin. Baxın görün hayatınızda gözəl olacaq, onda rahat olacaq. İmkan verirsə sizə, bilin ki, sınanırsınız imkanınızla, pulunuzla. Ki baxın ki, Rabbim ətrafınızda yardım edəcəksizmi? Pul yoxsa, bu adamlar vəziyyət yaxşı deyilsə, yenə də Rəbb bizi sınayır. Səbrimizlə inşallah. Ona görürəm ki, hər cür imtihandan inşallah salamat çıxaq. İnşallah. Bunu suyun dəyişir. Bunu da ataq yumağa. Bunu ataq yumağa. Belə. Yavaş. Sessiz ayrılıyor. Yine ses. Cif əlavə edeyim. Neyse bu dəfə aldığım cif xoşuma gəlmədi qızlar. Bilmirəm niyə, bilmirəm. Belə bir keyfiyyətsizdir. Bilmirəm. Ümumiyyətlə sanki təmizlik vasitələrində keyfiyyəti ölü belə. Bilmirəm niyə belədir. Hər şey günü-gündən keyfiyyətsizləşir. Valla. Bilmirəm qızlar, mən elə xoş deyirəm. Bilirəm ki, əksər xanımlar belədir də. Təmizlik edirsən, ev tərtəmiz. Heç olmasa bir sutka da olsa belə ləzzətlə dönüb baxırsan evə belə həzz alarlar ki, hər şey qəşəngdir də. Amma ev o ki dağınıq olur ha. Mən elə bilirəm ki, mənim beynimin içi dağınıqdır. Valla. Ev dağınıq olanda mən elə bilirəm. Elə bilirəm beynimin içində bir müharibə gedir. Amma sərqarı olanda elə bil ki avramda olur, rahat olur, beynim rahat olur. Bunun içini qurulamağa ehtiyac yoxdur. Zaten sizə su tökürəm. Ona görə üstdən qurulayıram. Bir də yuxarıdan biraz hissəsi ki, hansı ki orada su olur o hissəsini. Hə, neyinsən Ömər? Bunu bence bunu. O olmaz, o içinə mama sok doldurur. Yadıma gəlmir, kompot doldurmuşdum yayda. Hı. Yadıma gəlmir. Ha.
Geldi yadıma. Ana ne kompot eləmişdi onun içine doldurmuşdu? Bunun üstünde suyu Ne doldurmuştum içine? Gel. Reyhan kompotu. hihan pototu geldi. Reyhan. Hı. Temizledim bunu da kızlar. Reyhan. Ekşam. Düşürsən? Yok. Dar budur. Nəhayət ki bitdi. Gəlin sizə yeməklər göstərim. Demək mərci şorbası yemişdim. Bunu da çıxartmışam. Qazın üstünə qoymuşam. İndi qızdıracağam bunu da. Yoldaşım gəlməyinə az qalıb çünki. Bu açdı. Maşallah olsun süzdüyüm bu kotlet Öməşqa üçün pişirdiyimi də verəcəm ona da. Bu da bizim çıxırtmadır. İndi yiyənə yaxın yumurta bir dənə üzərinə əlavə edəcəm. Belə qəşəng, super puper. Belə oraları da sildim gördünüz. Buralar hər yan silmişəm. Tərtəmizdir. Belə bu da Ömərin prezvostvasıdır burada. Ömər gətir o daşları yerinə qoy. Burada sərgərdir. Qızlar bu gün bu hissallar növbəti vlogda da bu yuxarı qism və bu aşağı. Hərçənd ki bu gün bu 2 dənə dolabı da təmizləmişəm, amma yenə də bu bir hissəni inşallah ki növbəti vlogda təmizləyərik. Gördünüz zaten buraları hər yeməkdən sonra silirəm, onsuz da qazdı, gül kimi oldu. Belə ümid edirəm bu vlogumu da bəyənərsiniz. Qızlar, hər dəfə sizinlə üzbəüz sağollaşa bilmirəm, yaxud da üzbəüz görüşə bilmirəm, sallaşa bilmirəm. İnşallah ki, bugün dedim belə sağollaşım. Ümid edirəm ki, bu videomu da bəyəndiniz, bu vlogumu da bəyəndiniz. Bəyəndinizsə, bəyən butonuna basıb abunə olmağı unutmayın. Və mənə bol yorum yazaraq dəstək olmağı unutmayın. Hər bir fikriniz, hər bir yorumunuz mənim üçün çox dəyərlidir. Mən əziyyət çəkirəm sizlər üçün, motivasiya üçün vlog tərtib edirəm. Siz də məni bəyənib bol yorum yazmağı, zəhmət olmasa unutmayasınız. Bəyənən, baxan gözləriniz var olsun. Çox təşəkkür edirəm. Belə və əlbəttə ki kanalım yeni kimisə qarşısına çıxıbsa, çox rica edirəm ki, abunə olub, abunə sözün yanında zil butonu var. Onu bassaz, məndən gələn videolar daimi bildiriş gələcək sizə. Eyni zamanda canlılar, topluluqlar, bütün hamısı haqqında sizə bildirişlər gələcək inşallah. Belə sağ olun, salamat qalın. İnşallah Allah nəsib etsə, Allah izin versə, Allah möhlət versə, inşallah ki görüşərik. Öməşqəm, sağ ol elə. Sağ ol. Sağ olun. Bizi bəyənməyi və izləməyi unutmayın. Hələlik.